ümid möcüzələr yaradır. İnsanlar nəyə çatırsa ümidlə, inamla çatır. Ümid çox mühümdür. Allahümme əğfir liyyəz-zunubəlləti təqtə'ur-rəca. Əleyhissalam deyir, İlahi, o günahlarımı bağışla ki, ümidimi kəsir səndən. Ümidimi kəsir. Ümid kəsir nə mənada? Hansısa günah varmı ki, bağışlanmasın? Yox, vallah. Vallah deyirəm, yox. Çünki Quran deyir, İnnəllâhə yəğfiruz-zunubə cəmi'a. Bunu yadda saxlayın. Hərdən mənə zəng gəlirlər, məsələn deyir, məni Allah bağışlayar, o xoşuma gəlməyən sualdır. Çox səhv sualdır, kökündən səhv sualdır. Allah məni bağışlayar sualı səhvdir. Allah hamını bağışlayar, özü deyib Quranında. Allah bağışlamağa fürsət axtarır. Bəs hansı günahlardır? Bəzi günahlar var ki, ümidi öldürür. O pisdir. Hansı günahdan sonra ümid varsa bağışlandın. Amma elə ki gördün ki, bağışlanmaram vəsvəsəsi, pıçıltısı qulağına gəlir. Bax, bu hal hamıdan